Bismillah. Değerli dostlar, salam aleykum. İnşallah ki, bu günlər mən sizdən metallardan danışacağam. Daha doğrusu, əsas yarımqrup elementlərindən danışacağam. Değerli dostlar, təbiətdə tapılması. Bunlar aktiv metallardır. Təbiətdə bunlar sərbəst halda rast gəlinə bilməzlər. Çünki dərhal bir şeylərlə reaksiya daxil olub birləşmə əmələ gətirirlər. Ona görə də biz təbiətdə bunları yalnız və yalnız birləşmə şəklində görə biləcəyik. Değerli dostlar, bunların minerallarını əzbərləyək, çünki testlərdə qabağımıza çıxacaq. Qalit daş, duz, natrium xlorid mineralı idi. Çili şorası, natrium nitrat. Sonra kriolit var idi, natrium 3, alüminium flor 6. Bu arada bunu bu şəkildə də yazırlar değerli dostlar. Birdən yəni problem yaşanmasın. Alüminium flor 3 vurulsun 3 molekul, deməli natrium flor. Bu şəkildə də bunu göstərirlər kriolit mineralını. Sonra Glauber duzu və yaxud da mirabilit natrium sulfat vurulsun 10 molekul sudur. Silvin kalium xloriddir. Silvinit sanki belə deyirlər uşaqlar. Qalit mineralı ilə silvinin qarışıqdır. Silvinit sanki belədir. Deməli kalium xlor və natrium xlordur. Sonra daha alınması məsələsidir. Dostlar, aktiv metalları almaq istəyirsə, bunların xlorid və ya hidroksidlərin ərintisinin elektrolizinə müraciət edəcək. Təbii ki, katodda qələm metal alınacaq. Yəni, nə demək istəyirəm? Burada baxın, deməli, reaksiyasını yazım sizin üçün alınma metodu. Nə alınacaq dostlar? Birincisi, burada metalın özü, yəni natrium və xlor 2 alınacaq. Həmçinin qələmsin ərintisindən də, söhbət ərintidir, məhlul deyil. Bu arada bunu xüsusən yenə də vurğulayıram. Burada alınacaq metalın özü. Əslində burada dostlar OH alınır, amma OH sərbəst halda qala bilmir. Digər OH ilə birləşərək əmələ gətirir O2-ni və H2O-nu əmələ gətirir. Elə bu şəkildə reaksiya edir. Gördüyünüz kimi hər iki halda biz metalımızı ala bildik. Fiziki xassələri. Dostlar, bunların fiziki xassərinə gəlincə, bunların hamısı gümüşü ağ rəngli, asan əriyən, yumuşaq metallardır. Bir dənə burada sezium qızıl rənglədir. Başqaları hamısı gümüşü ağ rəngli metallardır. Litiumdan başqa hamısı bıçaqla kəsilir. Çox belə pendir kimi kəsilən bir metallardır. Bir dənə litium bunların isə nisbətən belə deyək möhkəmidir. Bunlar əgər sərbəst haldadırsa, havanın oksinin dərhal oksidləşir. Ona görə bunu adi halda saxlamırlar. Nə edirlər? Kerosinin içərisində saxlayırlar, yəni ağ neftin içində saxlayırlar. Hətta litium o qədər yüngüldür ki, bayaq qeyd elədiyim kimi, o kerosinin üstündə qalır deyə məcbur onu vazelinə batırırlar, saxlayırlar ki, yəni hava ilə təmas eləməsin və oksidləşməsin. Deməli, yuxarıdan aşağı doğru getdikcə bunlarda bərklik, ərimə temperaturu azalır, amma sıxlıqları isə artır, yəni daha ağır olurlar. Dediyimiz kimi litium çox yüngül idi, amma litium eyni zamanda bərk idi. Sonra keçək növbəti məsələlərə. Bunların kimyəvi özəlliklərinə, dəyərli dostlar, kimyəvi xassələrində nələr varmış? Birincisi, bunlar ən aktiv metallardır. Ona görə qüvvətli reduksiya edicilərdir. Sonra qeyri-metallarla iyon rabitəli birləşmələri əmələ gətirirlər. Hidrogenlə qızdırdıqda hidrid əmələ gətirəcəklər. Halogenlərlə, oksigenlə və kükürdlə adi şəraitdə reaksiya daxil olacaqlar. Dostlar, deməli, hidrogenlə qızdırdıqda, amma halogenlərlə, oksigen və kükürdlə adi şəraitdə reaksiya girir. Sonra, deməli, litium azotla adi şəraitdə reaksiya girir, digərləri isə qızdıranda reaksiyaya girirlər. Dostlar, indi nələr alınır, hansı birləşmələr alınır, gəlin onlara diqqət eləyək. Məsələn üçün, deyək ki, kalium üstünə gələm H2, təbii ki, qızdıracağıq. O zaman alınacaq kalium H. Sonra demişdik, halogenlərlə adi şəraitdə reaksiya daxil olur. Kalium üstünə gələm xlor 2, alınır kalium xlorid. Baxın, temperatur falan lazım deyil. Sonra bunların oksigen reaksiyasını saxlayıram dostlar. Kükürdlə reaksiyasını yazdım, sonra oksigen reaksiyasını keçəcəm. Kükürdlə reaksiyasından da alınır kalium 2S, qızdırmaq falan tələb olunur. Sonra bunların azotla reaksiyası, litium deməli azotla reaksiya daxil olacaqsa bu adi şəraitdə baş verdi. Litium 3N alındı, amma digərləri məsələn deyək ki, natrium üstünə gələn N, bu artıq temperaturla baş verir. Natrium 3N alınır. Gələk bunların oksigenlə reaksiyası, oksidləşməsi məsələsi. Dəyərli dostlar, əgər litiumdursa, litium oksigenlə reaksiya daxil olacaq, alınacaq litium 2O. Amma natriumdursa, oksigenlə reaksiya fikirsə adi şəraitdə reaksiya gedir. Oksigen reaksiya daxil olur, alınır natrium 2O2. Fikir verin, oksid yox, peroksid alındı. Və bir də, məsələn, kalium. Kalium oksigen reaksiya daxil olduqda, bu da kalium O2 alındı. Yenə bu da oksid deyil, superoksiddir. Deməli, belə çıxır ki, litium oksid, natrium və kalium isə oksid əmələ gətirmir. Bu şəkildə reaksiya gedirmiş. Daha sonra bunların mürəkkəb maddələrlə reaksiyaları. Deməli, su, spirt, maye, azo, NH3 və turşulardan hidrogen çıxarırlar.
Ümumiyyətlə natrium birləşmələri alovlu sarı rəngə, kalium isə bənövşəyi rəngə boyayır. Gəlin dediyim reaksiyaları sizin üçün yazım. Birinci su ilə reaksiyaları. Kalium üzərinə gəlirəm. HOH. Əziz dostlarım, burada olan hidrogenin birinə kalium yerini dəyişir. Olur kalium OH. Üstə gəlirəm H2. Sonra spirtlə reaksiyaları. Məsələn, uşaqlar metil spirt yazıram. CH3OH. Bu metil spirtidir. Kalium gördüyünüz OH qrupundakı H-ı əvəz edir. Nəticədə alınır. CH3O kalium üstünə gəlirəm H2. Sonra deməli maye NH3 ilə reaksiya daxil olurmuş. Məsələn, NH3 kaliumla reaksiya daxil olur. Alınır kalium NH2 üstünə gəlirəm H2. Həmçinin turşulardan da hidrogen çıxarır. Təbii ki, bu deməli sulfat turşusu və nitrat turşusu istisnadır. Onlarla bir şeylər çıxara bilmir. Məsələn, deyək ki, kalium üstünə gəlirəm H-xlor. Buradan alınacaq kalium xlor üstünə gəlirəm H2. Aktiv metallar ümumiyyətlə deməli bütün turşulardan dediyimiz kimi qaz sulfat turşusu və nitratın duru və qatısından hidrogen çıxara bilir. Qalan bütün hallarda çox super şəkildə hidrogen çıxara bilirmiş. Tətbiqi məsələsi. Dostlar, natrium deməli metallurgiyada reduks edici kimi istifadə olunacaq. Sonra sezium deməli Xerox aparatlarında istifadə olunacaq, foto elementlərdə, nə bilim, bu qurğularda istifadə olunacaq. Gələ bunların oksidləri məsələsi. Dəyərli dostlar, biz bayaqlar qeyd elədik ki, deməli litium oksidlə rahat bir şəkildə reaksiya daxil olurdu, oksid əmələ gətirir. Amma natrium və kalium oksid əmələ gətirilmir daxil. Bəs onların oksidlərini necə alaq? Onların oksidlərini dolayı yolla alırlar. Birincisi, natrium oksidlə reaksiya aparmışdılar, əmələ gəlmişdi peroksid. Onun üstünə təzələnən natrium gəlində alınacaq natrium oksid. Yəni peroksiddən yenidən oksid ala bildik. Əlhamdülillah. Və yaxud da dəyərli dostlar, kalium O2. Kalium reaksiya yerində oksidinə əmələ gətirirdi. Kalium O2. Bu artıq oksid deyil. Üstünə kaliumun özün gəlində alınacaq kalium 2O. Gördüyünüz kimi oksid ala bildik. Sonra bunların peroksidləri məsələsi. Peroksidlər nə deməkdir uşaqlar? Oksigenin miqdarı bir vahid artıqdır oksiddən. Yəni, normalda olmalıydı, məsələn, bunlar metal 2O şəklində bir oksid əmələ gətirməli idi. Amma metal 2O2, yəni oksigen sayı bir vahid artıq olan bir birləşmə əmələ gətiriblər sanki. Ümumiyyətlə, biz peroksidlərə hidrogen peroksidin duzları kimi baxacağıq. Bunlar güclü oksidləşdiricilərdir. Peroksidlər ümumiyyətlə nə ilə reaksiya daxil olacaqlar, dəyərli dostlar? Peroksidlər reaksiyaya daxil olacaqlar. Deməli, su ilə reaksiya daxil ola bilərlər və yaxud da turşularla reaksiya daxil ola bilərlər və çox maraqlı reaksiyalar da vardır. Dəyərli dostlar, reaksiyamız necə gedəcək? Birincisi, gəlin bunun su ilə reaksiyasına baxaq. Nə baş verəcək uşaqlar? Buradan alınacaq, deməli, qələvi və hidrogen peroksid, natrium OH, üstünə gələm H2O2. Eyni zamanda turşularla reaksiyasında da eyni məntiqdir. Yenə də baxın, hidrogen oksigeni götürür, natrium da xloru götürür. Yəni alınır natrium xlorid və H2O2. Fikir verirsə, istənilən halda H2O2, yəni hidrogen peroksid alındı. Dəyərli dostlar, deməli, bunlar harda istifadə olunur, köməyimizə çatır bizim? Sualtı qayıqları və yaxud da kosmik gəmilərdə oksigen bərpası reaksiyaları kimi qarşımıza çıxacaq. Baxın, xüsusi qablara deməli, biz natrium peroksid və kalium superoksid əlavə eləyəcəyik və bunun üstündən eləyəcəyik biz, əgər nəfəs versək, karbon qazı bu maddənin reaksiya daxil olacaq. Nəticə etibarilə natrium karbonat və buradan alınacaq oksigen. Həmçinin digər reaksiyamızdan da kalium karbonat və oksigen alınacaq. Deməli, bunları, bu maddələri birin birə nisbətində götürmək vacibdir. Niyə görə deyirəm? Gəlin onun izahını da sizə deyim. Deməli, bunu əmsallaşdıraq. Bura, dostlar, deməli, 2 atacaq, bura 2 atacaq. Nə bilim, axı, burada 2 atacaq, bir dənə sonuncusu 1 qalacaq. İkinci reaksiyamızı əmsallaşdıranda burada 2 atacaq, burada 2 atacaq. Sonra, deməli, 2 karbon, burada 2 atacaq, dəyərli dostlar. Amma sonuncusuna 3 atacaq. İndi bir dənə fikir verin. Reaksiya daxil olan maddələr hansılar idi? Karbon qazı. 2 mol burada, 2 mol burada. Cəmi reaksiya daxil olan qazlar elədi 2-2. Yəni 4 mol qaz reaksiya daxil olur. Reaksiyadan alınan qazlara fikir verin. 1 mol oksigen buradan alınıbdır, 3 mol oksigen də buradan alınıbdır. Yenə də 4 mol oksigen. Yəni fikir verin. Reaksiya daxil olan qaz 4 mol, alınan qaz da 4 moldur. Onda belə çıxır ki, qabın, daha doğrusu, o
otağın hansısa bir kosmik gəmi otağıdırsa və yaxud da sualtı gəmidədirsə, bu otağın içində təzyiq dəyişməyəcək. Çünki nə qədər qaz sərf olunacaqsa, o qədər qaz əmələ gələcək. Əgər biz bunu belə götürməsəydik, birin birə nisbətlə götürməsək, o zaman otağın içərisində dəyərli dostlar təzyiq fərqi yaranacaq. Bu da heyət üçün elə də arzu olunan hal deyil. Keçək sonra bunların hidroksidləri. Demişdik ki, bunların hidroksidləri qələvilər adlanırlar. Çünki suda həll olan əsaslardır. Dəyərli dostlar, bunlar deməli amfoter metallardan sonra onların oksidlərinə, hidroksidlərinə qarşılıq təsirdə olurlar. Məsələn, dəyərli dostlar, bu reaksiyadan alınacaq deməli alüminiumun alüminium özü bir amfoter metaldır. 5 dənə amfoter metalımız vardı. Onlardan biri də alüminiumdur. Onlarla reaksiya daxil olacaqlar və alınacaq natrium, alüminium O2 və hidrogen. Həmçinin eyni məntiqlə berilyumla da o şəkildə reaksiya daxil olacaqlar. Yəni kalium 2, berilyum O2 üstünə gələn H2. Baxın, eyni məntiqlə yenə də kalium 2, sink O2 üzərinə gəlirəm H2 şəklində reaksiya daxil olacaq. Üzr, burada bir dəqiqə. H2O alınacaq. Deməli, metalın özü olacaqsa, dəyərli dostlar, əgər hidrogen alınacaq, yox, metalın əgər oksidi və yaxud da hidroksidi olacaqsa, nə alınacaq uşaqlar? Su alınacaq, duz və su alınacaq, belə deyək. Sonra dahası bunların qeyri-metallarla reaksiyaları. Qələvilər, qeyri-metallardan hidrogen, azot, oksigen və yodla reaksiya daxil olmur. Amma deməli, silisiumla reaksiya daxil ola bilər. Və buradan nə alınacaq uşaqlar? Natrium 2, silisium O3 üzərinə gələn hidrogen alınacaq. Sonra xlorla reaksiyaları. Xlorla reaksiyaları biraz əgər temperatur yoxdursa, alınacaq kalium xlor, üstünə gələm kalium xlor O, üstünə gələm H2O. Yox, əgər burada biz temperatur qoysaydıq, kalium xlor O yox, O3 alınacaqdır. Qalan məhsullar elə eyni olacaqdır. Sonra bunların florla reaksiyalar, bu arada bu qarışım ki var, bu qarışımın özünə Javel suyu deyirlər, dəyərli dostlar. Keçək sonra florla reaksiyalara. Florla reaksiyalarından alınacaq natrium florid, sonra O flor 2 və alınır su. Bu arada bir şey deyim, mən deyirdim ki, şahidlərə halogenləri keçəndə deyirdim ki, halogenlər oksigen reaksiya daxil olmurlar. Deyirlər, ay müəllim, bəs o flor 2 birləşməsi necə alınır? Baxın, bu şəkildə dolayı yolla alındı. Florun natrium oksigen reaksiyasından o flor 2 alındı. Dəyərli dostlar, bunları harda tətbiq eləyəcək? Ümumiyyətlə, natrium hidroksid və kalium hidroksid sabun istehsalında istifadə olunacaq. Bir dənə bu reaksiyaya diqqət edin. Bu reaksiyada natriumla hidrogen yerini dəyişsək, alınacaq C17H35, COO natrium və su çıxacaq. Dəyərli dostlar, aldığımız bu şey bərk sabundur. Həmçinin burada reaksiyada da hidrogenlə kaliumun yerini dəyişsək, C17H35, COO kalium üstünə gələn H2O alınacaq ki, bu gördüyünüz də maye sabundur. Bir ayarım qrup elementlərinin duzlarının tətbiqi məsələsinə gəlin. Baxaq, dəyərli dostlar, deməli, natrium xlor məişətdə bildiyimiz xörək duzudur. Bu kimi istifadə olunur. Sonra biz təbətdə istifadə edəcəyik. Bunu həmçinin natriumun, xlorun və natrium OH-ın alınmasına istifadə edəcəyik. Bu arada, dəyərli dostlar, təbətdə bunu necə istifadə edirlər? Natrium OH sistemlərdə istifadə olunur. İnsana sistemlər köçürülür, o sistemlərdə istifadə olunur. Sonra bahası, deməli, bu gördüyünüz mübarək maddəmiz şüşə istehsalında soda almasına istifadə olunacaq. Həmçinin bu gördüyünüz çay sodası bizim deməli, məişətdə çörək bişirmədə falan da istifadə olunan bir maddədir. Bu, deməli, kristallik soda dediyimiz bu maddədə şüşə, kağız və sabun istehsalında tətbiq olunacaq. Kalium xlorda içərisində kalium olduğuna görə gübrə kimi tətbiq olunacaq.